Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2026-cı il 1 iyundan etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interchangelərlə xidmət haqqı tariflərinin bağlı qərar qüvvəyə minib. Xəbərə görə, ölkə daxilində ödəniş kartları ilə bu MCC kodlar təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsərrüfatlaşdırılması üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interchange-in yuxarı həddi aşağıdakı kimidir. Drug stores and pharmacies və grocery stores and supermarket kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,25%, petrol kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0,75%, general kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,5%, nəzərdə tutulmayan digər MCC kodları üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interchange-in yuxarı həddi müəyyən edilmir. Qərar martın 18-də imzalanıb. Qeyd edək ki, interchange nağdsız ödənişlər zamanı kartı buraxan bank emitent və ödənişi qəbul edən bank ekvayer arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqının ekvayering banklar tərəfindən bölünür və layihəlik proqramları keçmək üçün istifadə olunur.